Siz hamleyeni qəbul eləmirsiniz də, böyük alimlərdən, yəni heç birini qəbul eləmirsiniz. Bizdə alim məsələsi deyil qardaş. Mövzu odur ki, kim ki özünə alim deyir, amma dövrün höccətini qəbul etmirsə, bəli biz onları qəbul etmirik və onları yalançı adlandırırıq və onları münafiq adlandırırıq. İnsanları aldadırlar. Hədislər ortadadır, amma ortada olan hədisləri elə üstünü örtbas eləyirlər ki, insanlar məsələdən yayınıb tamam başqa tərəfə gedirlər. Düşünməyin ki, alimlərə qarşıyıq. Alim olanda nə lap yaxşı alimsən, oxuduğun kitabın haqqını ver. Həqiqəti söylə, niyə yalan söylürsən, niyə cəmaatı aldadırsan? Axirət zaman barədə hədislərdə də elə buyurulubdur ki, axirət zaman alimlərin aqibəti necə olacaq? Və onu hətta Muhammed Peyğəmbər göy qübbəsinin altındakı ən şərli məxluqlar adlandırıbdır. Yəni bir hədislərə baxın, görün ki, imamlar axirət zaman alimlər haqqında nə deyirlər. Oxusanız, araşdırsanız, o alimlərdən daha yaxşı bilərsiniz məsələnin həqiqətini. Görərsiniz ki, alimlər sizi aldadırlar.